Salam əziz izləyicilər. Bu gün hədəf kurslarına aid olan azot və fosfor mineral gübrələr mövzusuna aid sınaq izahını sizinlə paylaşacağam və keçən sualların izahını. Ağ fosforu qırmızı fosfordan fərqləndirən nədir? Deməli, ağ fosforla qırmızı fosfor, fosforun aldıqlı şəkil dəyişmələridir. Kristal qəfəsinin tipi, deməli, ağ fosforun kristal qəfəsi molekulyardır, qırmızı və qara fosforda isə kristal qəfəsinin tipi atom kristal qəfəsinə malik olduğunu görə bu onları bir-birindən fərqləndirir. Bunu götürə bilərik. Suda həll olması, deməli, ağ fosfor dedik ki, suda həll olmurdu, amma suda həll olması bizdən soruşulur burada. Deməli, biz dedik, ağ fosfor suda həll olmurdu, amma karbon disulfiddə həll olurdu. Deməli, amma qırmızı və qara fosfor isə nə karbon disulfiddə, nə də suda həll olmurdu. Onun üçün biz burada onu fərqləndirən əlamət dediyinə görə heç biri suda həll olmur. Onun üçün yəni fərqləndirən əlamət sayılmır. Götürə bilmərik bunu. Zəhərli olması, ağ fosfor zəhərlidir, amma qırmızı fosfor zəhərli deyildir. Deməli, bu da onu fərqləndirə bilər. Deməli, cavabımız eləyəcək 1-3. Dəbəndi. Keçirik ikinci sualımıza. Amonyak üçün hansı ifadə doğru deyil? Baxaya görək. Molekulunda azot atomu sp3 birləşmə halındadır. Bəli, azot atomu sp3-dür. Molekulda azotun valentliyi 3-dür. İndi onun quruluşunu çəkim sizin üçün, amonyakın quruluşunu NH. Və görürük burada sp3-dür. 3 dənə rabitə əmələ gətirdiyinə görə deməli bu 3 valentlidir. Turşular reaksiyaya daxil olur. Bəli, zəif əsası xassəyə malik olduğuna görə turşular reaksiyaya daxil olur. Molekulundakı azot atomu donordur, səhvdir. Deməli, hidroksonium ionu, yəni NH4 müsbət ionunda donor atomu azot sayılır. Temperatur artdıqca suda həll olması azalır. Bəli, qaz olduğuna görə qazlar da temperatur artdıqca suda həll olması azalacaq. Bu düzdür. Bizdən doğru deyil istədiyinə görə cavabımız D bənd eləyəcək. Keçirəm növbəti sualımıza. Hansı duzun termiki parçalanmasından azot dioksid, yəni NO2 alınmır? Bizdən alınmır istəyir. Mis nitratın parçalanmasından mis 2 oksid, NO2 və O2 alınacaq. Sink nitratın parçalanmasından sink oksid, NO2 və O2 alınacaq. Dəmir 3 nitratın parçalanmasından dəmir 3 oksid, NO2 və O2 alınır. Natrium nitratın parçalanmasından natrium nitrit və oksigen alınır. Deməli, buradan azot dioksid alınmayacaq. Cavabımız D bənd elədi. Həmçində gümüş nitratın parçalanmasından da gümüş NO2 və O2 alınır. Hansı sxem üzrə amonyak alınmayacaq? NH4 NO3-ün parçalanmasından biz N2O alırıq. Buradan amonyak alınmadı. İkinci reaksiyamızda nitrat turşusunun işığın təsirindən və temperaturun təsirindən parçalanmasından NO2, O2, bir də su alınacaq. Deməli, buradan da amonyak alınmadı. 1 də ötürə bilərik, 2 də ötürə bilərik. Amma amonium karbonatın parçalanmasından amonyak, su və karbon qazı ala bilərik. Buradan alınacaq. Cavabımız 1 ilə 2 eləyəcək. Debəndi. Keçirik növbəti sualımıza. Deməli, 5-ci sualımızda reaksiyalar üçün eyni olan nədir istəyir bizdən? Dəmirin nitrat turşusunun qatısı ilə reaksiyasından dəmirin 3 valentli duzu əmələ gələcək. Dəmirin nitrat turşusunun durusu ilə reaksiyasından dəmirin 2 valentli duzu əmələ gələcəkdir. Adi şəraitdə gedir. Reaksiya üçün eyni olan nədir? Adi şəraitdə gedir. Ola bilər adi şəraitdə gedəcək. Hidrogen qazı alınmır. Bəli, dəmirin 3 valentli duzu alınacaq. Səhvdir. Bizdən də eyni olan istəyir. Cavabımız da 1-2 də bənd eləyəcək. Azot fosfora aid verilmiş xüsusiyyətləri Euler-Venn diaqramının hissələrinə uyğun müəyyən edək. Metallarla birləşmədə -3 olur. Bəli, ikisinə də aiddir. Təbiətdə sərbəst halda mövcuddur. Sərbəst halda o zaman mövcud olar ki, yəni orada rabitə davamlı olsun və reaksiyaya girmə qabiliyyəti zəif olsun. Deməli, bu azota aiddir. Çünki 3 dənə burada rabitə ilə azotlar bir-birinə birləşmişdir. Allotropik şəkil dəyişmələri var. Fosfora aiddir. Xarici elektron təbəqəsində 5 elektron var. İkisinə də aiddir. 2, 1, 5, 3. Cavabımız da eləyəcək 4. Cavabımız ilə C bəndi. Keçirik növbəti sualımızın izahına. Kompleks gübrəni bizdən istəyir. Kompleks gübrə odur ki, yəni tərkibində 2 və daha çox qida elementi olsun. Qida elementlərimiz kaliumdur, azotdur və fosfordur. Cavab görürük B bəndində kalium və azot var. Deməli, 2 dənə qida elementi varsa bu kompleks gübrə sayılır. 8-ci sual hansı reaksiya doğru deyil? Birinci reaksiyamız doğrudur. İkinci reaksiyamız da doğrudur. Üçüncü reaksiya da doğrudur. Dördüncü reaksiyamız doğru deyil. Çünki amonium nitratın parçalanmasından amonyak yox, N2O əmələ gələcək. Deməli, cavabımız D bənd elədi. 9-cu sualda hansı halda reaksiya mümkün deyil? Dihidroduzlarının, yəni dihidroduzların üzərinə turşu gəlməklə təzədən biz turş duz əmələ gətirə bilmirik. Onun üçün reaksiya getməyəcək. Cavabımız A bənd eləyəcək.
10-cu sualımıza baxırıq. Hansı sıradakı bütün maddələr qata nitratla reaksiyaya daxil olur? Nitrat deyirik. A variantında H-xlor turşu olduğundan turşu ilə reaksiyaya girməyəcək. B variantında NO2 turşu oksidi olduğundan turşu oksidlə turşu reaksiyaya girmirdi. Deməli, D variantında silisium, deməli, nitratın qatısı ilə reaksiyaya girmir. Y variantında CO, deməli, duz əmələ gətirməyən oksid olduğuna görə reaksiyaya girməyəcək. Cavabımız da qalır C bəndi. Sonra keçirik növbəti sualımıza. 11-ci sualda 2 dənə reaksiya verib. Reaksiyaların yazayıq. Amonium hidroksidin parçalanmasından amonyak və su əmələ gələcək. Nitrat turşusunun parçalanmasından NO2, O2 və su əmələ gəlir. Bunlar üçün hansı məhsullar alınacaq? İndi baxayım. Amonyak alınır, biri götürəcəm. Ozon alınmır, götürmürəm. Su alınır, götürəcəm. Oksigen alınır, götürəcəm. NO alınır. 1, 3, 4 cavabımız da bu qədər bu eləyir. Keçək növbəti sualımıza. Uyğunluğu müəyyən edin deyir bizə. Yazayıq buradan 1, 2, 3 və baxırıq buradan X ekvivalentli deməli NO3-ün duzudur və görürük ki, buradan duz alınır. Deməli, bu aktiv metaldır. Natriumu götürməyəcək. Çünki natrium bir valentdir. Buradan bizə göstərib ki, 2 valentlidir duzumuz. Deməli, elementimiz 2 valentli, cavab da yəni 1-ə gedəcək. XNO3 yenə burada X 2 valentlidir və metal alınıb. Metal alınıb, deməli, bu pasiv metal ola bilər. Cavabımız 2-yə B edəcək. Mis də pasiv metaldır. Sadəcə misdə istisna vardır. Yəni, mis pasiv metal olmasına baxmayaraq, orta aktiv metallar kimi parçalanırdı. Üçüncüyə baxırıq. Metal oksid əmələ gəlirsə, deməli, buradan misi götürəcək, bir də sinki götürəcək. Çünki sink orta aktiv metaldır. Oksidini, NO2-ni və oksigenə qədər parçalanır. A və Y. 1C, 2B, 3AY olacaq. Cavabımız budur. Situasiyalara baxaq. Laboratoriyada turşuların kimyəvi xassələrini izah edən müəllim içərisində turşular olan bir neçə kimyəvi qab seçərək qabaqlarını açdı. Bir neçə dəqiqədən sonra qabların birindən kəskin iyili qonur rəngli qazın ayrıldığını görərək həmin qabın qapağını bağladı. Deməli, 13-cü sualda belə deyir ki, qonur rəngli qazın ayrıldığı qabdakı turşunun kimyəvi formulunu yazın. Nitrat turşusudur. Nitrat turşusu parçalanan zaman biz demişdik oksigen, NO2 və su əmələ gəlirdi. Burada qonur rəngli qaz dediyinə görə NO2-nin də rəngi qonur rəngli bir qazdır. Deməli, turşunun formulu HNO2, yəni nitrat turşusudur. Qonur rəngli qazın ayrılmasına səbəb olan reaksiyanın tənliyini əmsallaşdırın. Yazaq və əmsallaşdıraq. Yazıram, HNO3 parçalanır NO2-yə, oksigenə və suya. Deməli, bunu əmsallaşdırıram. Bura 4 yazıram, bura 2 yazıram. Qara ilə yazayacaq, bura 2 yazıram. Bura 4 yazıram, burada 4 yazıram və bərabərləşdi. İndi buradan əmsallaşdırmanı da apardıq. Keçirik 15-ci sualımıza. 15-ci sualda əgər qabda 4,48 litr, yəni bunu götürək, mola çevirək, sadə rəqəmlərə 0,2 mol qonur rəngli qaz ayrılarsa reaksiyaya daxil olan turşunun kütləsini hesablayaq. Görürəm ki, buradan 4 mol nitrat turşusu reaksiyaya girəndə 4 mol da NO2 əmələ gəlir. Elə deyil. Buradan 0,2 mol əgər NO2 yəni əmələ gəlibsə, deməli 0,2 mol nitrat turşusu reaksiyaya girir. 1 mol nitrat turşusu 63 qramdırsa, 2 mol nitrat turşusu 2 mol nitrat turşumuz eləyəcək 126 qram. Buradan 0,2 mol verdiyinə görə vergülü bir dənə deməli sola fırladıram. 126-nı çevirirəm, 12,6 eləyəcək. Cavabımız da 12,6 eləyir. Suallarımız bu qədər idi. Növbəti sual izahlarında görüşmək ümidi ilə kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.